Uşaqlığımızın ən gözəl dadlarından olan göbələk və yaxud da qoz şirniyyatı hazırlayıram. Keçən il videosunu paylaşmışdım duru yağla hazırlanması. Bu səfər isə ərimiş kərə yağı ilə hazırlanma reseptini paylaşacağım. Diqqətlə izləyin. Mən 200 qram kərə yağını əritdim və tökürəm bura 200 qram. 200 qram kərə yağının üzərinə 1 stəkan şəkər tozu, 1 çay qaşığı vanil, birazca duz qarışdıraq. Bunun üzərinə 2 stəkan qatıq, 1 2 qatığı qarışdırmışam deyə ona görə duru haldadır. Yarım çay qaşığı soda. Qabartma tozunun yerinə soda əlavə edirik. Qarışdırırıq. Soda baxın köpürdür bunu. Və üzərinə 3 ədəd yumurta qırdım, çaldım. Burada ayrı qabda əlavə edirəm. 3 ədəd yumurta. Və qarışdırırıq. Və bunun üzərinə 3 stəkan un əlavə edirik. Məndə 1 stəkanlıq belə ölçü qabı var. Bundan əlavə edəcəm. 1 qarışdırırıq. Yavaş-yavaş tökürük ki, çox da qatı olmasın. 2 Bunu da qarışdıraq. 3 Xəmir belə olmalıdır. Axıcı, çox da qatı olmasın. Reseptdə 200 qram ərimiş kərə yağı dolu, 2 stəkan dolu qatıq, yarım çay qaşığı soda, qatıqla qarışdırıb töksəz daha yaxşı olar. 3 ədəd yumurta, böyük ölçü, 1 stəkan şəkər, duz, vanil, 3 stəkan da un. Bu hazırdır. İndi nə edirik? Qoz qabını mən öncədən isitmişəm. Öncədən isidin, ondan sonra əlavə edin. Və mən bunu yağlayacağım. Sprey şəklində olan qabdan istifadə edirəm. Yağı yaxşı-yaxşı yağlayaq. Qəşəng-qəşəng yağlayırıq. Və yavaş-yavaş xəmirdən tökürük. Pişəndə verəcəm ye. Ağzını örtüb qazın üstünə qoyuruq pişməyə. 5 dəqiqə, 10 dəqiqə bir üzü qızarır, ondan sonra çevirirəm o üzünü. Artıq gözlədik, qızarıb. Çevirirəm o üzünü. Yoxlayaq. Belə. Pişdi.
Bir götürək bunları. Göbələk şirniyyatımız hazırdır. Sən çəkəcəm mühendis var. Yarısını yedilər. Deyinə. Neynəsinlər, o qədər çox görüblər ki, daha önce deyinirlər. Ay, qoxusu da ki, möhtəşəm. Hemen uzundan birini taktım. Hadi bir su getir. Deməli ayrı ipotek ödənişi 810 manat bu ev. 60 bin ne için her şeyse. Nerede? Başımıza değişsin. Sonra aynı o arkadan belli bir yani kişiler hani. Türk lavazmatlar mağazasından bunları aldım. Şirniyyatlarımı özüm hazırlayıram diye. Buna göre her şeyi alıram, özüm hazırlayıram. Bu firmanın krem şantisini aldım, kurtarmıştı. Bir kiloluk 9 manat 30 qəpik. Daha sonra kakos aldım. 3 manatlıq 7.50 3 manatlıq aldım. Sonra kilo ilə karamel qoz şirniyyatı bişirəcəm. Bunun qiyməti 3 manat 50 qəpik qədəri. Bu pudra şəkəridir. Kilo ilə almaq sərf eləyir. Qutuda bahadır. Burada 2 manat, 2 manatlıqdır demək olar. Burada 2 manatlıqdır, çox düzdür. Ağ dənə şokolad əritməyə. Qarasını aldım. Kilosu 9 manatdır.
karamel jele. Tökdüm bura karameldə. Mən bu ləvazimatların fərqli mağazadan alıram. Çox vaxt buradan alıram, qaymaqlıdan. Adresini də paylaşım. Həm Rossmanndan, həm də Olivia'dan məhsullar aldım, lazım olan məhsulları. İkisində də indirim vardı. Yüz üçün nəmləndirici kremi istirdim. Hava soyuduqca çölə çıxıb gələndə üzüm qabıqlayır, qururlaşır. Bir dənə də qaş üçün karandaş aldım boz rəngdən. Olivia'dan isə bunları aldım. Bu dodaq üçün nemləndirici, uşaq üçün.